Hər kəs salam dostlar, mən Rəşad. Hal-hazırda Almaniya-İsveçrə sərhədindəyik. Sərhəd deyəndə ki, arada bir sərhəd yoxdur, sadəcə bir dənə körpü var idi. Amma hal-hazırda İsveçrə tərəfdəyik, yəni İsveçrədəyik. Coffee-shopda saxladıq və buradan yolumuz Zürixədir. Ümumi olaraq Zürix Avropanın ən baha şəhəridir. İsveçrənin özü də Avropanın ən baha ölkəsidir. Hal-hazırda belə o qədər gözəl bir atmosfer var ki, burada. Günəş, bura bir balaca bir kənd kimi bir yerdir. Zürixdə sizə maraqlı yanacaq doldurma məntəqələri göstərəcəm. Deyərsiniz, nəyə maraqlıdır? İndi gedəndə görərsiniz, hamımızın tanıdığı. Zürix ideal bir şəhərdir, Avropanın gözüdür. Bu kənddə də yaşamaq olar. İnanırsınız, elə gözəl bir kənddir ki, yəni tam sakitçilikdir də. Yəni yavaş-yavaş gedək Yüngülvari. Burada bir dənə Mercedes S-Class var, S-Coupe. S-Coupe 500. Çox da gözəl görsənir. Maşını işə salaq. İsveçrədə maşına viqnet də almaq lazımdır. Belə bir viqnetdir. Bu İsveçrədə maşını sürmək üçün lazımlı bir stikerdir. İndi bunu maşının üstünə yapışdıracağım. Buna 55 avro verdim, 110 manat. Axır ki, Zürix şəhərinə belə deyim, tam olaraq gəldik. Hələ də inana bilmirəm ki, Zürixdəyəm. Çünki heç vaxt düşünməzdim ki, nə vaxtsa Zürixə gələrəm. Çox belə ani oldum. Heç ağlımda yox idi yəni Zürixə gəlmək. Çox maraqlıdır. Hal-hazırda Marriott'un parkingində saxlamışıq. Ümumi otelin qiyməti onsuz baha idi. Oteli qoyaq bir qırağa da. İndi mən gözləyirdim ki, nəticədə gəlmişiksə Zürixə, belə bir oteldə qalırıqsa, yəni pulsuz parking yazılmış. Düzdür, böyük bir şey deyil, amma bir gün parkingin qiyməti 24 saat saxlamaq 40 frankdır. O boyda pul verir, heç olmasa onu eləməyin. Amma bayaqdan indi oteldə check-in elədik, ətraf mühitə baxdım, otelin içi çox gözəldir. İsveçrə mənim gözümdə yaşamaq üçün ideal bir yerdir. Yəni hal-hazırda elə görsənir. Bundan əvvəl Almaniyada olduq, digər fərqli ölkələrdə olduq. Belə hamısı maraqlı idi, amma deyirdim ki, yəni tam bu deyildi. Yəni gəzdirik, amma tam o istədiyim hissiyat yoxdur. Burada tam o istədiyim hissiyat var. Yəni tam olaraq özünü çox fərqli bir dünyada hiss edirsən də. Hər şəhərdə bu hissi yaşamaq olmur. Məsələn, Latviyada, Litvada gəzirsən, deyirsən ki, yəni görmüşəm də belə bir yer hardasa da, oxşuyur, ora oxşuyur, bura heç hara oxşamır, bura çox əladır. Zürix ən böyük şəhərdir, amma buranın paytaxtı Berin şəhəridir, yəni Zürix deyil. Ümumi İsveçrədə 9 milyon insan yaşayır, buranın da ölçüsü deyəsən 45 min kvadrat kilometr olmalıdır. 45 min kvadrat kilometrdə Azərbaycanın yarısıdır, yəni Azərbaycanın yarısı boyda bir ölkədir və əhalisi Azərbaycan qədərdir hardasa. Bax, bura necə də gözəldir. Özümü tam olaraq Avropada hiss edirəm. İlk dəfədir bir Avropa şəhərində özümü Avropada hiss edirəm. Heç bir Avropa şəhərində özümü belə hiss eləməmişdim. Buradan tam olaraq ideal bir mənzərədir. Burada kilit açıblar. 80% kilitləri açmağı bilirəm. Universitetdə bizə öyrətmişdilər bunu. Kimsə yazıb 1992-dən bəlkə də qoyub bura ki, deyəsən sevgililər üçün də bu. Mən yeyib açıb aparıram məsələn. Yəni heç bizlik deyil də belə işlər. Necə də gözəl bir yerdir. Burada bir dənə təcili olaraq Instagrama bir dənə story qoymalıyam. Bu şəhəri digər Avropanın əsas şəhərləri ilə müqayisə eləsəm, Parislə, Londonla, yəni onlar belə təmiz deyil. Onlar da gözəldir, amma onlar təmiz deyil. Bura çox təmizdir. Hal-hazırda Zürixin çox adam olan bir küçəsindəyəm. Yəni elə görsənərdə gördüyümdən deyirəm. Bəlkə də ən çox adam olan küçələrindən biridir. Çünki çox adam var. Çox məntiqlidir. Dönər var 12 franka, 24 manat dönər. Əslində bu qədər pis deyil. Bax, məsələn, burada İskəndər kebab var. İskəndərin qiyməti 29-50 frank. Yəni, haradasa 32 avro, 60 manat. Bir dənə İskəndər. Yəni, restoran da elə bir restoran idi ki, o hər Avropa şəhərində olur. Pakistanlıların dönər yeri, məşhur. Eyni elə bir restoran. Normalda o Avropa şəhərlərində olur. 8-10 avro. Burada KFC-ni eləyiblər ZFC, Zürich Fried Chicken. Burada qiymətlər neçədir? 3 dənə qanad 12 franka, yəni 15 avro. 3 dənə qanad 30 manata. Qanadın biri
10 manata. Gəlib toyuğu çöldən tapıb özün bişirsən daha ucuzdur. Yəni onsuz bu İsveçrədə hər yer təbiətdir də. Belə bir şəhərin ortasındasan, bir dənə başqa tərəf eləyirsən ki, orada inək saxlayırlar, toyuq cüzə var. Bir dənə toyuğu götürüb özüm 2 dəqiqəyə bişirsəm daha yaxşıdır. Bayaqdan hamının gülüşünə baxıram, hamı bax belə gülür bax. Hamının gülüşü elədir. Yoxdurmu bir kasıb adam burada? Onların səsini gördün gülüşlərin. Əgər İsveçrəyə gəlsəniz, Zürix şəhərində parkinqə pul vermək istəmirsinizsə kilsələrə gedin. Buradakı bütün kilsələrdə parkinq pulsuzdur. Elə bir gözəlliyi var buranın ki, gəlirsən kilsəyə ki, bəs parkinq eləməyə gəlmişəm, heç kim heç nə demir. Qalan başqa yerdə parkinq eləsən, yəni saatı 5 frankadır, 5 avro. Normaldır, çünki burada inanmıram ki, yəni kimsə sıxıntı içində yaşayır. Yəqin maaşlar çox yuxarıdır. Belə düşünürəm ki, burada təxmin edirəm digər Avropa ölkələrinə nisbətən burada IT üzrə işləyirsinizsə, minimum yəqin ki, bir 5000 frank alarsınız. 5000 avro, yəni 10.000 manat. Çünki başqa burada otelin qiymətini düşünsəm, ev qiymətlərini düşünsəm, başqa burada heç cür yaşaya bilmərsiniz də. Yəni minimum 5000 frank lazımdır bura. Belə də bir yaşamaqdır ki bu. Yəni Avropa stili yaşamaqdır, Dubay stili yaşamaq deyir ki, gedirsən özünə lüks maşınlar, o deyil də. Yəni özün üçün 5000 franka burada sadəcə yaşayırsan da belə. Yəni buna oxşayan bir evdə qalsan, bir dənə də yüngülvarı özünə maşın alsan, yəni onsuz da qalacağın evə böyük ehtimal 2500 frank verərsən. 2500 frank da ki, yəni günlərə böləndə çox az frank eləyir. Yəni günə 80-90 frankada 80-90 frank da az deyir günə. Belə düşünəndə 30 franka İskəndər olsa, elə 2 dənə İskəndər yesəm bütün maaşın getdi. Buranın amma görəsən marketləri necədir? O da mənə maraqlıdır market qiymətləri. Amma çox təmizdir o heç. Orada Milka inəyi var. Buranın ümumi inəkləri çox məşhurdur. Mən amma içəri şəhər görmək istəmirəm. Mən istəyirəm ki, İsveçrəyə gəlmişəmsə, o dağları görüm. Burada Alp dağı var, oralara getmək istəyirəm. Bura mənə sıxdı açıq, yəni çox insan var. İstəyirəm gedim o dağlara və s. dağlarda biraz gəzim. Bəlkə də bütün İsveçrənin ən yaxşı mənzərəsini tapmışam. Elə bir simulasiyanın içindəsən də heç real görsən biri, o qədər gözəl bir mənzərədir. Yaşılın rəngi tam yaşıl, qabağında dağlar, hava da belə yüngülvari yağışlıdır, o qədər gözəl görsən ki, yəni burada saatlarla otura bilərəm. Bir dənə oksigen var, yəni bunu sadəcə özünüz gəlib yaşamalısınız, o qədər gözəldir. Nə bilim, valla, yəni nə demək olar bu mənzərə haqqında, çox gözəldir. Bir dənə çox gözəl bir gölün qırağına gəldi. İndi sizə mənzərəni göstərəcəm. Ümumi arxamda dağlar öz yerində. Bir dənə buna baxın, görün su necə təmizdir. Su o qədər təmizdir ki, adam suyu içmək istəyir. Yəni mən ilk dəfədir bu qədər təmiz bir su görürəm. Sözlərlə İsveçrənin gözəlliyini təsvir eləyə bilmirəm. O qədər gözəldir. Yəni mən bu qədər gözəlliyi heç bir yerdə görməmişəm. İndi bir dənə hava var. Yəni insan istəyir ki, burada yaşasın da. Bayaqdan nə qədər belə deyim də 80-90 yaşlı insanlar görürük, gəzirik, görürlər, kamera ilə video çəkir. Elə gülürlər ki, ha 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 ha. Gülərsiniz də belə yerdə qalsaz. Belə yerlərə gəlmək lazımdır. Gəlmirik də belə yerlərə də. Belə yerlərə 100% gəlmək lazımdır. Çox gözəl bir yerdir də. Barselonaya yaxındır, gəlmək olar bura. İnsanlar təbii ki, bu qədər xoşbəxtdir. Hamı xoşbəxtdir, uşaqlar xoşbəxtdir, qocalar xoşbəxtdir. Xoşbəxt olacaqsınızsa, yəni. Nə bilim valla. İsveçrə Avropa Birliyinə daxil deyil, Şengen zonasıdır. Danışa bilmirəm, o qədər gözəldir ki, Şengen zonasıdır, amma Avropa Birliyinə daxil deyil. Bunların bayrağı da fərqlidir, pasport dizaynları da fərqlidir, nömrə dizaynları da fərqlidir. Yəni Avropanın ortasında hər yerdən belə deyim, əlaqəsiz
bir ölkədir. Yəni bura onsuz burada nə müharibə olur, nə bir şey olur. Yəni bunların bankları ən belə güvənilir banklardır. Amma mən məsələn 100% soyuq da olsa mən burada yaşayaram. Nisbətən belə qışda soyuq olan bir hissiyat verir. Nə də olmasa dağların arasında bir şəhərdir. Bura biraz İslandiyaya oxşuyur. Yəni mən bura 100% yenidən gələrəm. Bura necə bir yerdir, sözlərlə ifadə edə bilmirəm. O belə dünya kinoların axırında o belə baş qəhrəman gedir köçürə, qalır həmişə orada. Bax elə bir yerdir də. Yəni gözəllikdir də, başdan ayağa gözəllikdir də. İsveçrə bayrağının özü də çox gözəldir. Mən sayılı bayraq xoşlayıram. Yəni İsveçrə bayrağı da o bayraqlardan biridir. Gözəl bir bayraqdır. Görün sizi hara gətirmişəm. Elə bil Azərbaycandayam. Deməli çox maraqlıdır. Mən bu faktı ilk dəfədə öyrənirəm. İsveçrədə 200-ə yaxın Sokar var. Hal-hazırda dayandığımız yanacaq doldurma məntəqəsi Sokardır. Orada da Sokar var. Və demək olar ki, İsveçrədə belə yol gedirsən, elə hər tərəf Sokardır da. Başqa yanacaq doldurma məntəqəsi görə bilmirsən. Hər yer Sokar. Heç Azərbaycanda bu qədər Sokar yoxdur. Zürix gölünün yanına gəlmişik. Burada fərqli balıqlar var, fərqli balıq növləri. Mənim səhvim onda oldu ki, mən bura gələndə bir dənə balıq tutan götürsəydim, buradakı balıqları tuta bilərdim. Necə gözəl bir göldür. İlk dəfə bir gölü bu qədər bəyənirəm də. O qədər belə təmizdir, o qədər qəşəng hava gəlir buradan. Mən düşünürəm ki, burada elə gəlib keçən hamı balıq tuta bilir də. Burada kim gəlib soruşacaq ki, heç kim yoxdur yanındakı balıq tutma, nə biləcəklər. Lisenziya olur balıq tutmağa. Mən inanmıram ki, elə bir lisenziya var. We're going to Barcelona and on the way we're just exploring the cities. Oh, nice. Yeah, we're doing like very long road trip. Yeah. From Estonia to Barcelona. Fuck me. Yeah. That's a long trip. Huh? Yeah, that's a long trip. Nice. But can anybody fish here? Yeah. Yeah, really? That's really cool. I thought like you need special license or something. You need? Yeah. It depends if you use one hook with Yeah. natural baits, you don't need a license. Bunlar komanda şəklində gəliblər bura və deyir ki, əgər bir dənə balıq tutan işlədirsənsə, professional olmayaq. Ehtiyac yoxdur lisenziyaya. Əgər belə böyük bir aparatların varsa, onda lisenziyadır. Özü ucuzdur lisenziyanı da almaq, yəni bir imtahan yoxdur da, istəyirsən al. Bir dənə balıq tutdular. Amma çox belə, ilk dəfədə bir balığı bu qədər belə təmiz görürəm də, balıq parıldayır, yəni Zürixdə balıq olmaq da yaxşı bir şeydir, yəni. That fish was glowing, honestly, it was like, it was the purest fish I've ever seen. Dayı özünə balaca bir balıq tutmuşdu. Dedi ki, balıq yaşasın hələ də. Düz deyə atdı balığı, amma gördüm o balığın ağzını, gözü zadını, hər şey dağıtdı da o balıqda heç nə qalmadı. Yəni yaşamaq üçün o balıq öldü, yəni atmasaydı daha yaxşı idi. O biri balıqlara yem oldu. Vallahi Zürixdə ördək olmaq da olar, yəni. Yəni belə sizə izah edeyim ki, başqa ölkədə insan olaraq doğulmaqdansa da Zürixdə ördək olmaq daha yaxşıdır. Yəni ördəyin bir dənə sən zəng kefinə bax bir dənə. Üzü gülür. Mən ilk dəfə gülən bir ördək görürəm. Şokolad muzeyinə girdim. Deməli burada bizi ağaclar qarşılayır. Koko ağacları. Hər şey gözəldir. Bu muzeyə 40 avro ödəniş eləmişik də. Şokoladı göstərin bizə. Mən şokolad görmək istəyirəm. Burada arxada deyir, məsələn, İsveçrə dağları var. Bu İsveçrə dağlarını onsuz çöldə görə bilirdim. Mən bu muzeyə girdimsə, bir nəsə mənə fərqli bir şey göstərin. Aha, əsas şokoladları buradan yeyə bilirsən. Buradan pul eləyirsən, şokolad gəlir, yeyirsən. Əslində ağ şokolad deyil də, yağdır. Bu əsl şokoladdır hal-hazırda. Please pull. Görək dadı necədir bunun. Bura çox təhlükəli bir yerdir. Yəni limitsiz qoyublar, nə qədər istəyirsən yeyə bilirsən də. Bu şəkər olacaq axırda. Mən 3 sənədə artıq burada necə yeyim bunu? Burada
Başqa da yeyə biləcəyin konfetlər var. Onları da göstərim sizə. Basırsan şokolad çıxır, ha? Əlimi qoyuram, mənə şokolad verir. Ver görək. Qırmızıdır. Gözləyirəm indi. Əlimi qoysam mənə şokolad verir. Ver görək. Düşdü yerə. Bir dənə də ver. Şokolad verdim mən. Burada şokolad verən belə çoxlu aparatlar var. Başım fırrar. Mən normalda şəkər çox yeyən bir insan deyiləm. Normalda bu işləyən bir sensoru var və işığa işləyir. Məsələn, burada görürəm, qaralar bayaqdan əllərini tuturlar, şokolad gəlmir. Yəni, görmür də, yəni qaranlıq olaraq görür. Yəni, bunlarda belə bir problem var. Bayaqdan durublar, şokolad gəlmir. Burada Lindor'un trafıllarının dadına baxa bilirsən. Bənövşəyi rəngdən də bir dənə götürüm, nə olacaq ki, bənövşəydən də götürsən. Bir dənə bəssizdir. İnsanların yuxuda olmasının bir göstəricisi buradır. Deməli, burada heç nə yoxdur. Gəlib keçə bilirsən. Hamı orada sırayla gözləyib. Əslində sırayla gözləməyə ehtiyac yoxdur. Elə bilirlər, nəsə qapı var burada, hamı qapını gözləyir. Əslində heç kim heç nəyə gözləmir. Hamı elə bilir, burada qapı var, nəsə muzeyin bir hissəsidir, gəlib gözləyirsən. Əslində heç nə yoxdur burada. İnsanların bir çoxu kütlə necə hərəkət eləyirsə, elə hərəkət eləyir. Yəni, baxmır sağına soluna ki, görəsən nə vardı orada, heç nə yoxdur əslində. Mən əminəm ki, orada bir dənə qara qaqaş var idi. Bir yeməlisə 60-70 dənə şokolad yerdə. Qaqaşın divara belə baxırdı, şəkər komasına girmişdi yoxsa necə. İndi bir dənə kofe içirik burada, acı bir kofe. Burada gəlsən, yenə də bir dənə Lindor verirlər. Yəni, bunu artıq bu şokoladı görməkdən nə qədər görmək olar bu şokolad? Hər yer bu şokoladdandır. Zürix şəhəri hələ ki, gözlədiyimdən çox yaxşıdır. Tam belə Avropa adına layiq bir şəhərdir. Bir çox insanın ağlında Avropa deyəndə əslində belə bir yer canlanır. Hər şəhər belə deyil. Gərək mən bir 3 ay şəkərli heç nə yeməyim ki, detoks olum. Çox şəkər yemək olmaz, insanın zəkasını geriyə aparır. Bir neçə araşdırma var bu mövzu haqqında. Ona görə də daha yaxşı olar ki, ümumi olaraq şəkərli qidalardan uzaq olaq. Amma indi belə bir yerə gəlmişiksə, yəni yüngül də olsa yemək olar. Tripping on bake for the legs, say something. Never tell a pack that I never stay running. Sipping on facts, damn, know I got stacks in the lab. Taking pictures straight for another cat. Make shit while I never had shit. Bitch move, make your... Bayaqdan saxlamayıb, belə düz test sürməyə çalışdım ki, yəni ən azından İtaliyaya gələk çataq. Çünki yəni yol uzundur, sür bir nöqtədən sonra da artıq insan sıxılırdı, nə qədər eyni yolu görmək olar. Hal-hazırda İtaliya sərhədini keçdik. İtaliyada ilk dəfə belə sərhəd gördüm gələndən ki, sərhəd də deyil idi tam olaraq, amma ən azından polislər dayanmışdı ki, bəs kontrol eləsinlər. Heç nə kontrol eləmədilər onsa, hal-hazırda İtaliya tərəfdəyik. Yəni, indi buradan gedirik Genoa şəhərinə, İtaliyanın belə deyim ki, ən cənub şəhərlərindən biridir. Artıq oradan sonra dənizin düz qırağı ilə gedirik Barcelonaya qədər. Yəni, düz bir, belə deyim də, coastal line-dır, elə bir xətlə gedəcəyik. Hal-hazırda İtaliyada körpüdəyik. İtaliya elə qorxunc bir yerdir. Yəni, burada adamı, nə bilim, yəni, gecə vaxtı heç sürüləsi bir yol deyil də bu. Sadəcə istəyirik gedək çataq, belə göstərim ki, yəni 2 saat qalıb. Yəni, qapqaranlıq bir yerdə. Hələ mən, belə deyim ki, sizə maşının içində işıqları yandırmışam ki, biraz video işıqlı düşsün. Normalda, yəni, qapqaranlıqdır da. Heç yaxşı deyil, yəni, İtaliya biraz qorxunc yerdir o baxımdan. Görək indi bir 190 km-dən sonra sürəcəm bu 190 km. İstəyirəm tam fokus olum sürüm. Videoya vaxt ayırsam biraz başım qarışır nisbətən videoya. İstəyirəm videonu bağlayım. Tam olaraq bu 190 km bitirim. Ondan, yəni onsuz belə qaranlıq yollardır, düz yollardır, maraqlı bir şey yoxdur Genoa'ya qədər. İndi Genoa'ya çatanda təzədən videoya başlayarım.